Bir bəndəyə Allah deyir ki, get cəhənnəmə, aparın cəhənnəmə, mələklərə deyir. Mələklər bunun qolundan tuturlar, aparırlar cəhənnəmə, hədisdir bu. Buyurur ki, bu adam baxır arxaya, arxaya baxa-baxa dayanır, gedir, arxaya baxır. Allah deyir mələklərə ki, bunu buraxın, deyəsən sözü var bunun. Sözü nədir? Deyir ki, ilahi, heç inanmazdım ki, məni cəhənnəm atasan. Heç güman eləməzdim. Allah deyir ki, buraxın onu. Mən barədə xoş gümandadır, gümanlı doğrultmalıyam. Ondan sonra deyir ki, and olsun izzət və cəlalıma, bu düz demir, yalan deyir. Dünyada bir gün bu gümanda olsaydı işi bura gəlib çatmazdı. Bu hədis haqda düşünün, xahiş edirəm. Bəziləri deyir ki, belə danışanda adamlar arxain olur, cürət tapır, günah eləyir. Vallahi yox. Günaha cürət bir söz kim tapır? Allah'a ümid eləyənlər yox, həyasızlıq eləyənlər. Hədi, nə eləmişəm mən? Yox. Bir də var deyəsən, mən böyük cinayət eləmişəm, bilirəm, amma rəhmət ondan daha böyüdür. Bunu deyən heç vaxt ayağı yer tutmaz. Bunu deyən axır nicat tapar günahdan. Bu ümid yaxşı ümid.